Danışmaq istədiyim məsələ İdrak liseyində baş vermiş hadisədir. Bir məktəbli evdən silah apararaq liseydə müəlliməsinə atəş açıb. Və bu məsələ ətrafında baş verən müzakirələrə baxıram, görürəm ki, insanlar daha çox liseyin mühafizəçilərinin hara baxdığını deyirlər. Necə olub ki, uşaq silahı liseyə keçirə bilib. Bir tərəfdən liseyin direktoruna hansısa ittihamlar ünvanlanır. Fərqli-fərqli bu ittihamlara, iradlara, müzakirələrə baxıram. Mənim qətiyyən kimisə müdafiə eləmək niyyətim yoxdur. Sadəcə mənə maraqlı gələn bir məsələni görürəm ki, heç kim bu uşağın necə bu həddə gəlib çatdığından danışmırlar. Bu səviyyəyə mi deyək, yoxsa bunu da kobudluq mənasında demirəm. Yəni, bir uşaq hansı psixologiyada olub ki, necə yetişdirilib ki, necə böyüyüb ki, o evindən məktəbə, liseyə silah aparmaq qərarına gəlib. Təbii ki, burada bir başqa məsələ də var. Niyə evdə silah olub? Evdə silah olub, yaxşı, başa düşdü, necəsə, hansısa formada. Necə olub ki, bu uşağın əli çata biləcəyi yerdə olub bu silah. Necə olub ki, uşaq bunu götürüb, apara bilib özü ilə. Görürsən ki, ittihamların hamısı yönlənir daha çox liseyin mühafizə sisteminə, nəyəsə, ora başqa yönlərə çəkirlər. Amma heç kim demir ki, bu uşaq necə yetişdirilib. Söhbət təkcə bu uşaqdan getmir ha. Bütün məktəblərdə baş verən hadisələri görürük. Tələbələr, şagirdlər bir-birlərini döyürlər, təhqir edirlər, videolarını çəkirlər. Və hamı gəlir yekunda necəsə məktəbi, məktəb direktorunu, lisey direktorunu, müəllimi, professoru, akademiki onları günahlandırır. Amma heç kim qayıdıb evin içinə baxmaq istəmir. Və bu müzakirələri aparanlar vətəndaşlardır, yəni bizik, sadə insanlardır. Çünki heç kim günahı özündə görmək istəmir. Baxıram, iradlar bildirirlər ki, ay o liseydə varlıların uşağı oxuyur. Harınlamış uşaqdır deməli, varlı övladıdır, harınlamış biridir, gedib silah götürüb müəllimin güllələyib. Güya kasıbların oxuduğu məktəblərdə nələrin baş verdiyini görmürük. Elə həmin gün Xırdalanda 15 nəfər şagird başqa bir şagirdi döydülər, onun da videosu yayıldı. Təsadüfdən elə eyni gün oldu. Yaxşı, o Xırdalanda oxuyan uşaqlar varlıların harınlamış övladları idi. Burada söhbət qətiyyən harınlamaqdan, kiminsə imkanlının övladı olub-olmamağından getmir, ya kasıbın övladı olub-olmamağından. Burada problem ondadır ki, təəssüf ki, nə varlılar, valideynlər, nə kasıb valideynlər övladlarına tərbiyə vermirlər. Çox istisna hallardır bizim tərbiyəli uşaq görməyimiz, çox istisna. O da olsun da bir zəhmət türklər demiş, bir zəhmət bir-iki dənəsi olmasa, bir-iki nəfər də tərbiyəli mədəni uşağımız olsun. Belə görünür ki, Azərbaycanda nə varlı övladına tərbiyə verə bilir, nə kasıb övladına tərbiyə verə bilir. Varlının övladı öz imkanı daxilində harınlamışdı, kasıbın övladı öz imkanı daxilində harınlamışdı. Bölgələrdə, rayonlarda, Bakının kəndlərində, Bakının mərkəzində, məktəblərdə görürük də uşaqlar bir-birini bıçaqlayır, öldürür, söyür, videoya çəkir, müəllimin döyür, hər yerdə baş verir də. Bu ildə bir dəfə hansısa liseydə nəsə hadisə olur. Və mən yenə deyirəm, liseydəki uşaqların da təlim tərbiyəsi hansı səviyyədədir, mənim üçün o da sualdır. Yəni burada söhbət ondan gedir ki, uşağın ailəsinin imkanının yaxşı olub-olmamağının uşağın tərbiyəsinə heç bir aidiyyatı yoxdur. Məsələ orasındadır ki, biz evimizin içində böyüyən uşaqlara baxmırıq. Onların necə böyüdüyünə fikir vermirik. Atırıq müəllimin üstünə, atırıq məktəbin üstünə, amma bunu qəbullanmalıyıq ki, bizim övladlarımızı bizdən başqa heç kim tərbiyələndirməyəcək. Bizdən başqa heç kim onlara mədəniyyət öyrətməyəcək. Bəli, etməlidirmi? Mən düşünürəm, məktəbdə müəllimlər də uşaqların tərbiyəsi ilə məşğul olsa, gözəl olardı. Məsələn, sinifdə uşaqlar arasında dost mühitin yaratmaq ola bilər. Müəllim bilsə ki, hansısa uşağı, hansısa qüsuruna görə, eybinə görə, ya zəifliyinə görə
başqa uşaqlar loru dildə desək, gözüm sıxtıya salırsa, onlarla nəsihət verici söhbətlər eləməyi çox gözəl olar. İzah eləyər ki, bir-birinizlə dalaşmayın, bir-birinizi söyməyin, böyük adamlar olasınız, bir-birinizə dost olun, yaxşı insan olun. Təbii ki, könül istəyər, məktəbdə müəllimlər bununla daha çox, yəni fürsət olduqca məşğul olsunlar, uşaqlar arasında o tərbiyəni, mədəniyyəti mümkün qədər dəstək olsunlar ki, formalaşsın o uşaqlarda. Amma heç cür bu pası ötürə bilmərik məktəbin öhdəsinə. Məktəb eləməyəcək bunu. Sən evin içində uşağınla danışmalısan, onun hansı mahnılara qulaq asdığını görməlisən, onun hansı filmlərə baxdığını izləməlisən, onun hansı müzakirələrə qoşulduğunu görməlisən. Sən onu ancaq danlamalı deyilsən. Bizdə uşağa tərbiyə vermək deyəndə çox vaxt bunu başa düşürlər. Qışqır üstünə qoyma onu eləsin, döy qoyma bunu eləsin, vur denən filan şeyi eləməsin. Başa salmaq lazımdır uşağı. Uşaqdır bu. Uşağı sən necə böyütsən o cürdə gedəcək. Biz uşaqların törətdiyi cinayətlərə çox vaxt lap belə wow effekti ilə baxırıq, lap təəccüblənirik. Amma mənə elə gəlir uşağın hansısa bir cinayət törətməsi daha təbiidir, daha normaldır. Nəinki yetişkin bir insanın. Çünki yetişkin insan cinayət törədir və yetişkin insan daha şuurlu olur, daha ağıllı olur. Yəni uşaq nisbətən məntiqi az formalaşmış biridir, emosiyalar üzərindədir. Amma yetişkin biri cinayət törədirsə, biz əslində buna daha çox heyrətlənməliyik ki, bu boyda adam gör getdi filan məsələyə görə necə başqa birini öldürdü, ya başqa birinin videosunu çəkdi, neynədi. Buna təəccüblənməliyik. Uşağın törətdiyi hansısa bir pis əmələ, cinayətə təəccüblənməməliyik. Məyus olmalıyıq. Məyus olmalıyıq ki, deməli biz bu uşağı böyüdə bilmirik. Deməli biz bu uşağa mədəniyyət öyrədə bilmirik, tərbiyə verə bilmirik. Uşaqlar necə böyüyür indi bu deyil? Bütün valideynlər alıb verib uşağının əlinə bir dənə telefon. Deyir, al bu telefon səni necə böyüdəcəksə o cürdə böyüyəsən. Təəssüf ki, reallıq budur. Adamlar danışanda məsələn, televiziyanın, mətbuatın da insanları korladığından danışırlar. Deyirlər ki, televiziyalar korluyur uşaqlarımızı. Gəlin düzün danışaq. Hansınız televizora baxırsınız ki? Bütün günü buna baxmırsınız. 7-24 əlinizdə olan budur da. Hansınız televizoru açıb orada bir verilişə baxırsınız ki? Sizi bu telefonlar idarə edir də. Artıq televizor evdə bir antikvar əşyaya çevrilibdir. Heç kim televizor izləmir. Hamımız buradan baxırıq, buradan izləyirik və mən bir şey də gördüm. Bizim insanlar çox vaxt efirlərdəki, televiziyalardakı səviyyəsizliklərdən, tərbiyəsizliklərdən danışırdılar ki, insanlara pis şeylər göstərirlər, nə bilim, səviyyəsiz şeylər göstərirlər filan. Və iş elə gətirdi ki, bizim əlimizə bu telefonlar gəldi. Və biz artıq hərəmiz bir televiziya olduq da, kobud da desək. Çəkib nəyisə göstərməyə başladıq, özümüz danışmağa başladıq, öz həyatımızdan nələrsə göstərdik. Hərəmiz bir televiziya olduq da və nələr danışırıq, nələr göstəririk. TikTok'u açırsan, kimsə qışqırır, söyür. Instagram'ı açırsan, kimsə soyunub, lütlənib, harasınsa göstərir. Nə bilim, hamı bir-birini söyür, hamı bir-birinə qışqırır. Yəni, buydu bizim görmək istədiyimiz mədəniyyət. Biz özümüz nə göstəririk əlimizə telefon düşəndə, video çəkəndə? Nələr çəkirik, nələrə gülürük, nələrə baxırıq. Açın, elə TikTok'da, mən TikTok'da yoxam, nə yaxşı ki. Amma o videolar bütün şəbəkələrdə yayılır da. Açın, baxın da, Azərbaycan insanı, Azərbaycanlılar TikTok'da canlı yayımlarda nə danışırlar? Kütlə qarşısına çıxıb nələr eləyirlər? Hansı sözləri işlədirlər? Televiziyadan bunun nə fərqi var ki? Sən televiziyanın uşağa pis şey göstərməsini istəyirsən, amma özün bu telefonda, sənin uşağın onsuz da telefona baxır. Bu telefonda sən nələrdən danışırsan? TikTok'da, Instagram'da, Facebook'da nələr göstərirsən onlara? Sən necə böyüdürsən ki, televiziyaları bildik? Sən uşağına necə nümunə olursan?
Təhsili keçdiyi bir qırağa qoyduq. Təhsil, bilirik, ölkədə onsuz da nə yaxşı gündədir ki, təhsilimiz bilirik də pis gündədir. Biz alim yox, biz artıq insan, adam üzünə həsrət qalmağa başlayırıq. Yaxşı adam görəndə təəccüblənirik ki, bu necə belə yaxşı adamdır ki? Bunu kim böyüdüb ki? Alqış dua edirik sənə böyüdən anaya halal olsun, səni yetişdirən, sənə çörək verən ataya halal olsun. Görün nə hala gəlib çatmışıq ki, adi belə bizə qarşı tərbiyəsizlik eləməyən, mədəni davranan insana heyrətlə baxırıq. Alim lazımdır bizə hazırda. Alim səviyyəsinə çatana kimi bizə heç olmasa 3-5 yaxşı adam lazımdır. Özümüzün yetişdirdiyi. Sağ olun.